matematik gedək. Çünki vəsaitdə imtahanda düşəcək suallardan elə biri yoxdur ki, yəni vəsaitdə bunlar. Bəli. Şanınız xeyir. Hər vaxtınız xeyir. Zəhmət olmasa Hicran müəllimi qoşula bilmir. Təkrar linki, mən atdığım linki özündən özünə göndərsin təkrar. Kopyalasını atsın və yaxud yönləndirsin. Sanki kiməsə mesaj göndərir kimi özünə göndərsin. Sonra üzərinə vurub daxil olsun. Yaxşı. Daxil olacaq. Nə bilim, girə bilmir. Səhərdən mənə yazır, mən də baxmışam belə. Siz ona mən dediyimi deyin. Mən dediyimi deyin, o şəkildə eləsə daxil ola biləcək. Yaxşı. İndi kanı paylaşıram müəllimlə. İşte baxaq. Daxil ola bilməyə kimi Tünzalə adlı müəllimə daxil oldum hazırda. Hər vaxtınız xeyir. Məsləhətdir ki, müəllimlər, yanınızda dəftər qələm olsun. Özünüzlə müəyyən qeydləri götürün ki, həmin dəftərdə sizin üçün rahat olsun, imtahan suallarını cavablayın. Deməli, əsas sizin imtahan bölməsinə düşən suallarınız bölmə 6-dan başlayır sizin vəsaitə. Effektiv komanda işi üçün platform var. Buradan başlayın. Demək, burada ssenarilər verilir və ssenarilərdən sonra əsas hissələr gəlir. Tipik əməkdaşlıq alətləri və s. Sizdə oradan da soruşacaqlar. Əməkdaşlıq alətləri nədir və yaxud hansı əməkdaşlıq alətlərini tanıyırsınız? Bax, sizin burada 6-cı bölmədə gördüyünüz bütün sxemlərdə, şəkillərdə olan fikirlərin hamısı demək olar ki, sizin imtahan suallarınızın cavablarıdır. Orada belə bir sual var. Demək, təqvimlərlə bağlı. Rəqəmsal təqvim sizə fəaliyyətin və ya hadisənin təfərrüatlarını yaratmağa və redakt etməyə deməlidir. Demək, təqvimlərlə bağlı sizin qarşınıza belə bir sual çıxacaqdır. Demək, dərsiniz qırla-qırla gəlir, kimsə sual verirdi. Sual olan var. Mənim səsim normal eşidilir, müəllimlər. Səsim normal gəlir? Bəli, mənə gəlir. Bəli. Bunu biraz rəngləndirmək üçün kameranı da söndürür, hələ ki. Demək, təqvimlərlə bağlı sizə suallar düşəcəkdir. Google kalendardır, Outlook'dur, Anydo kalendar. Bax, bunlar sizin demək, əməkdaşlıq alətlərinin içərisində kalendarlar, təqvimlər bölməsində var.
bizim adminləri qəbul edə bilirsiniz, oradan siz daxil ola bilməyənləri. Sonra burada mənə də gəlir. Bəlkə biraz vaxt alır. Demək, təqvimlərlə bağlı orada şəkillər də çıxacaq qarşınıza və ya yazılar çıxacaq. Google kalendar, Outlook kalendar və Anydo kalendar. Tapşırıq idarə etməsi ilə bağlı hansı alətləri seçəcəksiniz suallarda? Microsoft Project, Microsoft Planner, MyTask, To-Do. Yəni, bunlar da tapşırıqların idarə etmə alətləridir. Online ünsiyyət əməkdaşlıq alətlərindən isə Google Meet-dir, Microsoft Teams-dir və Zoom-dur. Və bunların hamısı birlikdə əməkdaşlıq alətləri qaydır. Yenə bir daha vurğulayım, yeni qoşulanlar üçün. Əməkdaşlıq alətləri nədir? Hansılardır? Əməkdaşlıq alətləri burada da qeyd olunur. Komanda daxilində əməkdaşlığı artırmaq üçün düzgün alətlər seçmək. Demək, əməkdaşlıq alətləri nələrdir? Təqvimlər, tapşırıqların idarə edilməsi, ünsiyyət koordinası və ideya yaratma vasitələri. Təqvimlər burada yenə də göstərilir. Google kalendardır, Outlook kalendardır və Anydo kalendardır. Tapşırıq idarə etmə alətləri Microsoft Project, Microsoft Planner, MyTask, To-Do. Online ünsiyyət əməkdaşlıq alətləri isə Google Meet, Microsoft Teams və Zoom-dur. Hər birisi bunların sizdən orada suallarda soruşulur. İdeya yaratma alətləri hansılardır? Yəni, ideya yaratma dedikdə sxemlər, çertiyojlar, nə bilim, belə deyək də, ideyalar xəritəsi və yaxud da, demək, qərarlar ağacı və s. Yəni, bu tip yanaşmalar hansı alətlər vasitəsilə edirik? Whiteboard, Miro və Yammer. Sizə orada Miro ilə də bağlı sual düşəcəkdir. Sonra, burada da yenə onunla bağlı suallar qoyubdur. Komanda fəaliyyətləri üçün faydalı olan əməkdaşlıq alətlərindən hansını istifadə etməyi düşünürsünüz? Nələr gedir söhbətdir? Komanda fəaliyyətləri üçün. Müştəri münasibətlərinin idarə edilməsi deyil, e-ticarət deyil, komanda ünsiyyəti, əməkdaşlıq məhsulu, komanda fəaliyyətlərinin əlaqələndirilməsi demək, komanda ünsiyyəti. Sonra burada, demək, aşağıda sıradılan müxtəlif komanda fəaliyyətləri üçün hansı əməkdaşlıq alətlərindən istifadə edər? Burada da həmin alətlərin adları qeyd olunubdur və qarşılaşdırma tiplədir. Microsoft Outlook kalendar nəyə xidmət edir? Sizcə, nəyə xidmət edir? Planlaşdırmadır, görüşlərin fəaliyyətini planlaşdırmaq. Microsoft Whiteboard nəyə xidmət edir? Komanda ideyalarının yaradılması. İdeyaların yaradılmasına xidmət edir. Microsoft Task, Tapşırıqların idarə olunması. Task tapşırıqlardır. Zoom, Görüşlərin keçirilməsi. görüşlərin keçirilməsi. Yammer, Mesajların göndərilməsi. Şirkət daxilində mesajların göndərilməsi. Burada Yammer ideyaların yaradılması deyək. burada Whiteboard ideyaların yaradılması. Yammer ideyaların yaradılması. Senkron məkanda komanda ideyalarının yaradılması dedik ki, Whiteboard kimi, yəni Miro kimi elektron lövhələrdən istifadə olunur. Görüşlərin, fəaliyyətlərin planlaşdırılması demək. Görüş və fəaliyyətlərin planlaşdırılması Yammerdə, Zoom'da görüş və fəaliyyətlər, görüşlərin keçirilməsi, sonra Microsoft Task'da tapşırıqların verilməsi, kalendar isə demək, komanda fəaliyyətlərinin təyin edilməsi, yəni bunlara xidmət edir. Əməkdaşlıq platformasından Microsoft Teams'dən görək burada bizə hansı suallar düşə bilər. Sizdə orada belə bir sual var. Demək, orada soruşur ki, əməkdaşlıq xəritə platformasına aid alətlər.
Əməkdaşlıq alətləri platformasına aid olan alətlər hansılardır? Slack, Microsoft Teams, Google Workspace. Google Workspace ilə bağlı orada suallar var, sual var. Yəni əsas imtahanda da var, bu sınaqda da var. Bunlar hər birisi əməkdaşlıq alət platformalarına nümunədir. Və Google Workspace nədir? Yəni Google alətləri. Google alətləri. Orada elə sual da bu şəkildə təxminən qoyulub ki, aşağıdakılar içərisindən əməkdaşlıq alət platformalarını seçin. Bəzi suallarda, məsələn, orada düşür, bu tip sual səhv etmirəmsə orada 2 dənədir. Birində verilənlərin içərisindən Teams-i seçirsiniz. Birində isə verilənlərin içərisində Teams yoxdur, Google Workspace var. Google Workspace-i seçə bilərsiniz. Google Workspace də Google alətlərdir. Hansı ki, Google-un alətləri, baxın, bu alətlərdən söhbət gedir. Bunlar Google Workspace-dir. Yəni Google iş alətləri. Görürsünüz, en sayda burada alətlər var. Hələ aşağıdan bu aşağıdan açılan. Demək, düşən sualda da sizdən alətləri soruşduqda, əməkdaşlıq alətləri. Sualın birində məhz o qeyd olunur. Qəbul edə bildiniz? Demək, Google Workspace nədir? Əməkdaşlıq alətlərinə aid olan, demək, platformadır. Sonra, ünsiyyət və əməkdaşlıq. Əməkdaşlıq alət platformaları kommunikasiya hədlərində, komanda işi üçün ümumi əməkdaşlıq alətlərini vahid platformada bir araya gətirir. Az öncə mən sizə göstərdiyim gibi, yəni Google Workspace-də olduğu gibi və yaxud da Microsoft-un özünün alətlər panelində olduğu gibi. İnteqrasiya edilmiş proqramlar hər hansısa bir tətbiqin, proqramın hər hansı bir platformaya inteqrasiya olunması. Məsələn, tutalım ki, biz dünənlər sualın içərisində bir dənə simulyativ tapşırıq elədik, yadınızdadırsa. Kalendar botu gətirdik, yerləşdirdik, alətlər panelinə, düzdür. Bax, o alətlər panelinə yerləşdirdiyimiz inteqrasiya edilən proqramdır. Və yaxud da Miro-nu gətirib yerləşdiririk və yaxud Whiteboard-u gətirib yerləşdiririk. Bunlar inteqrasiya edilmiş proqramlar sayılır. İşin bir mərkəzdən idarə edilməsi. Əməkdaşlıq alət platformaları eyni istifadəçi interfeysi daxilində işinizin müxtəlif aspektlərini idarə etməyə imkan verir. Mətn mesajları, səs və ya video zənglər, görüşlərin paylaşılmaz kimi tapşırıqlar platformasını tərk etmədən və ya platformadan kənarda olan digər proqramlar daxil etməyə bilər. Məsələn, Teams-in özündə olduğu kimi. Teams-in özündə nə görürük biz? Teams-in özündə Narahat etməyiz, biz qəbul edirik qonaqları. Demək, Teams-in özünə də biz daxil olsaq, bu hesabçılana qədər mən izah verim sizə. Demək, iş vahid bir mərkəzdən idarə olunur. Biz indi hazırda bax girmişik Teams-ə, eləmi? Teams-ə girmişik müxtəlif hissələrə, müxtəlif səhifələrə, müxtəlif bölmələrə keçidlər edə bilirik. Və yaxud sizlər təlimdə olanda nəyi müşahidə edirsiniz? Fayllar bölməsinə keçid edirsiniz, qovluqlar yaradırsınız və yaxud chat bölməsinə keçirsiniz, oradan mesajlar göndərirsiniz, fayllar göndərirsiniz və yaxud da pandemiya devrində nə edirdiniz? Pandemiya devrində də tapşırıqlar panelinə keçirdiniz, tapşırıqları göndərirdiniz. Məsələn, Teams-in özüdür bu, düzdür. Teams-in səhifəsi hər birimizə tanışdır. Teams-in səhifəsindən nə edə bilirik? Chat bölməmiz var, fəaliyyətlər var, tapşırıqlar var, kalendar təqvim var, zənglər var, OneDrive-yə keçid var, Copilot var, Copilot aktivliyi gəlir. Yəni, burada da nə deyir bizə? Vəsaitdə. İşin mərkəzdən bir mərkəzdən idarə edilməsi. Məsəl üçün, biz Teams-ə daxil olub və işi bir mərkəzdən, yəni Teams-in daxilindən
demək idarə edirik. Şagirdlər oradan qəbul edirdik, şagirdlər oradan tapşırıqlar verirdik, tapşırıqların cavabını oradan görürdük, baxırdıq, geri dönüşlər edirdik, əks əlaqə qururduq, canlı dərs qururduq, əlavə elanlar verirdik. Yəni bütün bunların hamısı bir mərkəzdən idarə olunurdu. Və orada sizdə də suallarda da qeyd olunur. Demək, belə bir sual var, səhv etmirəmsə orada. Deyir, əməkdaşlıq alətlərinin əsas tipik xüsusiyyətlərindən biri işin bir mərkəzdən idarə edilməsi. Yəni, bu cavabı götürə bilərsiniz orada da. Sonra, orada başqa sizdə, orada yenə də suallarınızın içərisində belə bir sual var. Demək, bunu siz keçmişdiniz, keçməklə, amma orada hansı suallar var? Məsəl üçün, əgər deyirsə ki, komandaya, mən biraz ölçüləri böyüdüm, daha yaxına görə bilərsiniz. Əgər deyirsə, komandaya kanal əlavə et, onu hardan edirik? Mənə nömrələrlə deyə bilərsiniz. Qırmızı çərçivələrdə olan nömrədən, hansı nömrədən mən onu etməliyəm? Komandaya, deyirsə ki, komandaya kanal əlavə et, onu hardan edirəm? 4-cü nömrədən. Bəli, 4-dən. Bax, uzun soldan, bu 4-dən, 5-dən deyil. Komanda buradadır. Çimeli regional. Komandanın adı var, eləmi? Qarşısında da 3 nöqtə var, görürsünüz. Bu 3 nöqtənin üzərində vurduqda, buradakı 3 nöqtənin üzərində vurduqda, kanal əlavə et, add channel düyməsi var. Add channel düyməsini vurursunuz, orada belə bir sual var. Komandaya filan kanal əlavə et. Buradan 3 nöqtəni vurdunuz, orada add channel'i vuranda kanalın adı altda görsənəcək. O adın üstə mütləq şəkildə vurursunuz ki, ad gəlsin, otursun yerinə. Yerinə oturandan sonra üzərində vurursunuz. Bəli. Müəllimə, ekranı böyütmək olmur, siz böyüdərdiniz də yekə Mən ekranı böyütmüşəm, biraz da siz özünüz əlinizdə, telefonda bir ekranı bir dartışdırın sağa sola. O şəkildə də biraz özünüz böyütməyə çalışın. Yaxşı. Oldu müəllimə, sağ ol. Alındı. Bəli, sağ ol. Buyurun. Sonra bu hissə ilə bağlı sizdə hansı orada suallar var? Əgər bizə deyirsə, kanal əlavə edin. Demək, hardan daxil olacaq ora? Kanal əlavə edin. Hardan daxil olurum? 4-cü qırmızı çərçivədə, başına 4 yazılan qırmızı çərçivədə Çimmel regional sözünü görürsünüz. Onun qarşısında 3 nöqtədən vurursunuz. Add channel sözü çıxacaqdır. Oradan vurursunuz. Kanalın adı gələcəkdir. Üstündə adın vuranda ad oturacaq yerinə. Yerinə oturanda yaşılıq olacaq. Sonra da təsdiq edirsiniz sualınızı. Sonra bu hissədən nələr düşəcək sizə? Sizə orada həmçinin bu hissə ilə bağlı fayllar bölməsində filan faylı endirin və yaxud da filan faylı yükləyin deyə belə bir fikirlər də var. Diaqnostika bilmirəm, orada da var deyəsən. Amma sualların içərisində həm endir, həm yüklə məsələsi var. Orada əgər deyirsə ki, gəlin realda da mən sizə göstərim, komandalarda deyir ki, fayllar bölməsindən, fayllar dedikdə faylı vurursunuz. Files, belə bir yer olacaq. Deyir, fayllar bölməsindən filan sənədi endir. Gedək sənəd. Deyir ki, filan sənədi endir. Elə mi? O zaman sənədin qarşısında siz orada görəcəksiniz sənədləri.
3 nöqtədə vuracaqsınız və endir deyirsə, sənədi endir deyirsə, üzü aşağı olan oxu götürəcəksiniz. Download, download. Əgər deyirsə göstərilən filan sənədi endir. Qarşısındakı 3 nöqtəni vurursunuz, üzü aşağı oxdan download sözünü vuracaqsınız. Əgər deyirsə ki, fayllar hissəsinə sənəd yüklə, fayllar hissəsinə, onda siz üzü yuxarı olan ox var belə. Üzü yuxarıdır. Yəni ox başındadır. Biri var ox ayağındadır. Baxın, ox ayaqdadırsa endir deməkdir. Oxun ucu ayaqda olanda endirdir, download. Oxun ucu yuxarıda olanda yüklədir. O da upload. Bu şəkildə yazılır. Upload. Upload. Aydındır, bizim bu hərfi latının. Upload sözü kimi yazılır. Əgər deyirsə ki, orada hər iki sual var. Deyirsə ki, fayllar bölməsinə sənəd əlavə edin, endir demir. Əlavə edin deyəndə başında ox olanı götürürsünüz, vurursunuz. Orada faylları vurursunuz. Sizdə sənəd olan qovluq açılacaq. Məsələn, tutalım deyir ki, vəsiqələr Lənkəran qrupu bu sənədi indirin. Üzərində vurursunuz və buradan open düyməsini vuracaqsınız və salam təsdiqləyəcəksiniz. Və gözləməyin, sənəd bura yüklənmə məsələsi olmayacaq. Addımlar sonunda open'da dayanacaq. Aydındırmı? Yox, əgər desə ki, mövcud olan filan sənədi endirin, o zaman sənədin qarşısında, adı orada sualda çəkilən sənədin qarşısında 3 nöqtədə vurursunuz. Download sözünü vurursunuz. O zaman yenə də filan qovluğa indir, qovluq açılacaqdır və həmin qovluğa yükləyirsiniz. Sonra Müəllimə, endir Burada- olanda upload. bəli, Endir olanda upload. endir, download yüklədi. Mən öz kompüterimə yükləyirəmsə downloaddır. Mən öz kompüterimə internet üzərindən, əməkdaşlıq alətlərindən, mən özümə yükləyirəmsə öz kompüterimə, özüm üçün şəxsi yükləyirəmsə downloaddır. Mən öz şəxsi fayllarımdan ora şagird üçün, nə bilim, müəllim üçün, kim üçün tapşırıq göndərirəmsə, kimsə yerləşdirəcəmsə, mən yerləşdirəcəm. O upload. Yuxarısında ox olan, başında ox olan. Mən yükləyirəm bura, sistemə, ayağında ox olanı sistemdən mən öz kompüterimə, telefonuma endirirəm. Download endirirəm, upload yükləyirəm. Yüklə dedikdə bunu iki mənada başa düşülür də. Amma ingilis dilində belə deyil, download var, upload var. Başa düşdünüz, yəni necə, nə demək istəyirəm? Kimi çatdıra bildiyim yoldaşlar. İstəyirsiniz özünüzdə qeyd edin. Üzü aşağı ox, oxun ucu aşağıdadsa download. Siz öz kompüterinizə, öz telefonunuza endirirsiniz. Deyirsiniz, bu nə qəşəng filmdir, bunu endirim, baxaram sonra. Bu nə yaxşı sənətdir, bunu endirim, mən də öz sinifimdə tətbiq edərəm. Endirirsiniz, downloadda, üzü aşağı oxdur. Deyirsiniz, maraqlı bir tətbiq işləmişəm, maraqlı bir sənədim var, testlər işləmişəm, qoy digər həmkarlarım da faydalansın. Mən bunu upload edirəm, internetə, sistemə, şagirdlərə upload, mən göndərirəm, mən yükləyirəm sistemə, bu uploaddır, başındadır o işarəsi, xəttin. Kimi çatdıra bildiyim yoldaşlar? Ay, sağ olun. Sonra və hər ikisində də sualın fayllar bölməsindən keçid olacaq. Sonra bəzən olur ki, orada fayllar bölməsi görünmür, görünməyəcək. Sualın birində fayl sözü burada görsənməyəcək, amma deyəcək fayllar bölməsinə ya endir, ya yüklə. O zaman burada more sözünü görəcəksiniz. More, daha çox, daha çox. More sözünün üstündə vuranda altında fayl açılacaq. Aydındır mı? Yəni mən əgər ardarda burada çoxlu panellər yaradıramsa bu hissədə, məsələn, tutalım ki, yeni bir deyək səhifə yaradaq. Bir neçə dənə səhifə yaratdıq. Görürsünüz, burada artıq fayllar
görünmür. Gördünüz? Faillar sözü görünmür. Bak orada da belə olacaqdır. Burada more və yaxud da 1, 2 falan yazılacaq. Onun üstündə vuranda baxın faillar çıxdı. Baxın, orada sualınızın biri belədir. Fail gizlənib. Burada yox, amma deyil faillar. Burada da axtarıb, yəni həyəcanlanmayın ki, ay faillar yoxdur, axı burada olmalıydı. Burada ya, bu plusda yox ha, bu klatka əlavə etməkdir, yəni səhifə əlavə etmək. Plusdan getmir. Burada ya more olacaqmı, more yazılacaq. Və yaxud da belə plus olacaq. Daha çox qarşınıza çıxacaq həmin o more sözü. Baxın, burada yazılıb. Bir, more. Görürsünüz? One more. Yəni, əlavə bunun altında yenə də var. Burada vuranda, burada görsənmirsə fail. Burada vuranda altında çıxacaq, sonra failin üzərində vurursunuz. Aydındır. Sonra, bununla bağlı, bu istəklə bağlı hansı suallar çıxa bilər qarşımıza? Demək, failların yadda saxlanması, mesajın yadda saxlanması, mesajın yadda saxlanmasını hardan daxil olmalıyıq? Orada o suallar var. Üçdən daxil oluruq. Burada bizim öz profilimiz, öz şəklimiz, adımız, orada bir saqqallı kişi şəkli var burada, görəcəksiniz. Onun üzərində vuracaqsınız və üzü aşağı bir bayraq işarəsi var. Save. Bəli, save sözünü görəcəksiniz. Onun üzərində vurursunuz, yaşıl qalınır və keçid edirsiniz. Head düyməsinin yerini bilirsiniz, sonra chat bölməsinin yerini bilirsiniz. Addım indi onları da deyəcəm. Sonra burada da yenə hər bir simgənin adı verilir. Fəaliyyətlər simgəsidir, chat mətn mesajlaşmasıdır, komandalardır, görüşlərdir, zənglərdir, faillar bölməsidir və daha çox bölməsi. 3 nöqtə. Proqramlar, əplər, proqramların yüklənməsidir. Help, yardım, kömək və ya axtarmaq üçün seçimləri göstərir. Telefon şəkillə isə mobil versiyanın yüklənməsidir. Demək, komandalar bölməsinə gəldikdə, bayaq dediyim kimi, Timeli regional. Bu bir göstərilən komandanın adıdır. 2, general, burada kanallarda artıq induction. Bax, orada da səhv etmirəmsə deyir ki, demək, Timeli regional komandasına induction kanalını əlavə et. Bu 3-cü dairə var ha, 3 nöqtə. Burada vuracaqsınız. Add channel düyməsini vurursunuz, kanal əlavə et. Add channel. Üzərində vuranda induction sözü orada çıxacaq. Üstünə bir dəfə tık vurursunuz. Düşəcək vurun. Kanalın adı düşəndən sonra yaşlıq yarananda artıq davam edirsiniz. Invite people. Demək, burada invite people məktub göndərmək və yaxud da demək, əlaqə yaratmaqdır. Join or create team, komanda yarat və yaxud da üz əlavə et. Komandaya qoşul və yaxud da komanda yarat. Əgər şəxs əlavə deyilsə, o zaman burada bir adam və plus işarəsi olur, sağ yuxarı çiyninin üzərində. 2 dənə adam, balaca böyük adamlar və aşağı sağda plus varsa, qarşısına da join or create team varsa, demək, komanda yarat və yaxud da qoşul, görüşə qoşul düyməsidir. Bir sualınız da orada belədir. Orada qeyd olunur ki, komanda yarat, belə bir düymə var. Oradan da düşəcəksiniz, bax elə burada, bax görürsünüz hansı hissədədir. Görürsünüz, bax burada. Join or create team. Cavabınız buradadır. Bir dəfə üzərinə tık vurursunuz və salam. Yəni burada addımlar daha azdır. Real komandada, bizim buradakı komandada, o biraz köhnə təzə versiyasına görə fərqlənir. Bax burada komandanın adını görəcəksiniz. Misal üçün, TOT ünsiyyət qrup 2 ilə bu komandanın adıdır. Düşəcəksiniz aşağıya, kanallardan da laf aşağıda, bunlar kanallar. Kanaldan aşağı düşəndə həmin bu hissəni görəcəksiniz. Join or create team. Əsas imtahan suallarınızdan biri məhz budur. Bu var orada. Sonra profil bölməsi. Demək, burada nələr düşür? Save düyməsi. Baxın, profil bölməsi de sizdə hansıdır? Bayaqlar dedim, orada bir saqqallı kişi şəkli var.
Profil bölməsi baxın. Məndə burada AC, Aygün Cəfərova. Görürsünüz, bax burada dairənin içərisində Aygün Cəfərova. Bax buradadır. Mənim profil. Bir dəqiqə buradadır, göstərin. Baxın, bax burada. İndi burada mənim şəklimdir. Orada da sizdə bir dənə saqqallı kişi şəkli var burada. Bax, bu yukarı sağ köşkdə, dairənin içərisində. Onun üzərinə vuranda, həmin profilin üzərinə vuranda belə bir səhifə açılacaq, düz aşağıya doğru. Deyir ki, demək, mesajların yadda saxlanması və burada save it düyməsini vuracaqsınız. Sonra buradan başqa nə düşür? Buradan başqa heç nə düşmür. Sonra parametrlər düyməsi yenə də save-in altındadır. Profilin düyməsini vurub ayaqlara keçə bilərsiniz. Ayarlar bölməsini açdıqdan sonra belə bir səhifə gəlir. Bu səhifədən sizin ekran görünüşünüzü dəyişdirə bilərsiniz. Hansı formatda görürsünüz sizin ekranınız, sizin komandalarınız və s. Eyni zamanda dildir, sonra şagirdlərin daxil olmalarında mikrofonlara və s. nəzarətdir. Mesajlar üçün demək, səslərin, gələn mesajların aktivliyinin saxlanmasıdır, zənglərdir və s. Buradan da dil dəyişmək məsələləridir. Sonra burada da yenə addım-addım qeyd edir, hər səhifəyə keçid edib, o səhifəni göstərir. Baxın, burada var. Komanda işi üçün əməkdaşlıq platformasından istifadə etməkdə maraqlısınız. Çünki onların xüsusiyyətləri hansıdır burada cavab? Komanda işi üçün əməkdaşlıq platformasından istifadə etməkdə maraqlısınız. Mənim üçün maraqlısınız. Bəli, şifayət mərkəzindən idarə olmaq. Mən oraya qaçmıram. 10 dənə sənəd açmıram imtihanda. Gah ora, gah bura keçmirəm. Vahid bir mərkəzdə toplamışam və Teamsin üzərindən hər birisini idarə edə bilirəm. Siz komandanız üçün əməkdaşlıq platformaları seçirsiniz. Aşağıdakilərdən hansı əməkdaşlıq platformalarına nümunədir? Teams, Google Workspace, bir də Slack. 3 dənədir. Microsoft Teams, Google Workspace, bir də Slack. Ay, sağ ol. Hansı ki, bayaqları şəkillərdə də gördünüz, düzdür? Teams, Workspace, Slack. Seçimli testi bu. Və burada da bir daha özdən sizə göstərim. Gözümüzün qarşısında həm də vizual olaraq yaddaşımızda daha yaxşı qalsın. Baxın, Slack, Microsoft Teams, Google Workspace. Bunlar üçün nə edir? Əməkdaşlıq aləti platformalarına nümunələr edir. Hansı ki, az öncə də müəllimə sağ olsun tam dəqiq seçim etdik. Sonra deyir, birgə alət platformasına daxil ola biləcəyiniz tipik yolları müəyyənləşdirin. Masaüstü proqram, mobil proqram, web browser vasitəsilə offline və DVD. Birgə alət platformasına daxil ola biləcəyiniz tipik yollar hansılar ola bilər? Mobil proqram və web browser vasitəsilə online. Masaüstü proqram. Hazırda mən masaüstü proqramla daxil olmuşam. Bəli, masaüstü proqram, bir də mobil proqram. İkisi. Web browserdən də əslində biz daxil ola bilərik. Bizə heç nə mane olur. Web browser vasitəsilə ola bilərik. Onda masaüstü proqram, mobil proqram yoxdur, onda belə çıxdı. Deyir, birgə alət platformasına daxil ola biləcəyiniz tipik yollar, bir neçə yol. Masaüstü proqramı var mı Teamsin? Baxın, az öncə masaüstü proqram açdım. Budur, baxın, bu mənim masamdır. Raboçi stol, iş masam. Burada var, Teams burada var, düzdür. Eyni zamanda bayaq mən Teams'ə daxil olanda mənə burada linkin üzərində test keçid etmək üçün sizin dərsə qoşulmaq. Baxın, mənə browseri açdı və burada deyir ki, Продолжить в этом браузере присоединиться приложение Teams. Deyir ki,
bu brauzerdən davam edək, yoxsa Teams-dən qoşulursunuz? Mən də Teams-dən qoşulu vurdum deyə mən də masa üstündən açdı. Əgər Продолжить beta brauzeri versəm, bunu vursam, o zaman brauzerdə açacağım. Demək, masa üstündə açmaq olur, brauzerdə açmaq olur. Eyni zamanda həmçinin harada da açmaq olur. Mobil telefonunuzda yəqin ki, hər birinizin qarşınızda bu dəqiqə Teams tətbiqi var. Və eləcə də məndə də Teams tətbiqi var. Onda 3 gün də burada- götürək. Teams tətbiqi də mövcuddur. Yəni bunların hamısı Onda 3 gün bilirik. Sonra burada nə deyir? Salam, mən bugün görüşlərdə məşğul olacağam. Alət platformasına daxil olacaq. Sonra, salam, mən bugün görüşlərdə məşğul olacağam. Təcili məsələlər üçün markla əlaqə saxlayın. Mesajını əlavə etməkdə əlçatan olmadıqda kiminlə əlaqə saxlamaq, komanda yoldaşlarınıza Microsoft Teams-də bildirmək istəyirsiniz. Bunu etmək üçün hansı variantı seçərsiniz? Gəlin baxaq, hansı variantı seçərsiniz? Sualı bir daha qeyd edin. bəli. Deyək ki, salam, mən bugün görüşlərdə məşğul olacağam. Təcili məsələlər üçün markla əlaqə saxlayın. Bu mesajı əlavə etməklə əlçatan olmadıqda kimin əlaqə saxlamağı komanda yoldaşlarınıza Microsoft Teams-də bildirmək istəyirsiniz. Bunu etmək üçün hansı variantı seçərsiniz? Yəni biz burada mən məşğulam, blankəs əlaqə saxlayın sözünü biz hara qoysaq hamı görəcək və markla əlaqə saxlayacaq. Hara qoysaq? Mesaj yaz. Bəzən olur, statuslarınızda yazırsınız. Deyirsiniz ki, nömrələr silinib. Xahiş edirəm adınızı da yazın. Statuslarda qeyd edirsiniz, nömrələr silinib. Hamıya gedir, da mesaj düzdür. Hamıya Set status basic. və Set burada da status basic. bəli, Set status basic. status mesajını təyin edin. Bəli. Və yaxud da bu yaxından mən bir təhsil şöbəsinin əməkdaşı ilə əlaqə saxlamağa çalışdım. Bir rayonda, bir regionda. Telefonu əlimə aldım, o yığmaq istəyəndə biraz iş saatından kənar saat idi, yəni saat 6-dan sonraydı. Elə profildə belə baxdım ki, orada yazıb ki, xahiş edirəm, yalnız iş saatlarında əlaqə saxlayın. Qeyri vaxtı narahat etməyin. Orada da yazıb 9-dan 13:00-a, 14:00-dan 18:00-a. Telefonu yəni qoydum kənara, zəng eləmədim. Status mesajını təyin edin demək, yəni bu deməkdir. Aydındırmı? Artıq burada bir kimsə onu narahat eləsin, hər kəsə birər cavab versin ki, mənimlə deyil, markla əlaqə saxla. Ən yaxşısı nədir? Mesajı bir növ sancıqlamaq. Siz bu yaxınlarda Microsoft Teams-dən əməkdaşlıq platformanız kimi istifadə etməyə başlamışsınız. Aşağıda sadalanan müxtəlif fəaliyyətləri harada yerinə yetirdiniz? Hər fəaliyyət uyğunlaşdırmaq çox xərc çəkilir. Biz xərc çəkməyəcəyik. Gəlin baxın. Alma, səsiniz qırılır. Hamı da Bəli. Tamam, bir dəqiqə mobil telefona qoşulacaq. Yəni, mobil telefon internetindən qoşulacaq. Dəqiqə, mən sürət atmaq üçün. Səsini eşidir indi? Bəli, yaxşı dinlə. Ümumi məxfilik və bildiriş parametrlərinə daxil olun.
Haradaydı ümumi məxfili bildiriş parametrləri? Haradaydı? Bax, panel gözünüzün qarşısında. Ben Plus'la keçirdim. Profil picture-də. Baxın, burada oxlarla göstərib. Əvvar, command, search box, profile picture, workspace və bir də team section. Ümumi məxfilik və bildiriş parametrlərinə daxil olmaq dedikdə, o olacaq profildən. Yaxşı, tətbiqin interfeysinə daxil olun. Hardan daxil ola bilərik? Yaxşı, bunlardan hansı sizə tanışdı, ona baxın. İnfo aktarmakta. Tətbiqin interfeysi haradır? Workspace-də işçi sahədir. Bax, bura workspace-dir. Bax, bu hissə, bax, bu qırmızı, ən böyük qırmızı kvadrat, workspace, işçi sahədir, iş sahəsidir. Burada da deyir, tətbiqin interfeysi bu hissədədir. İnteqrasiya edilmiş proqrama daxil olun. İnteqrasiya edilmiş proqram harada olacaq? Və ümumi məxfilik, profil picture, profil şəkli, bu getdi. Tətbiqin interfeysi, workspace, bu da getdi. 3 dənəsi qaldı. App bar, proqram paneli, team section, komandalar bölməsi, bir də search box, axtarış qutusu. Hansılardır? Və inteqrasiya edilmiş proqrama daxil olun. App bardır, proqram paneli. App bar. App barımız da hansıdır? Bu nazik uzun hissə. Baxın, app barın oxularını göstərir. Qırmızı uzun, ən nazik, qırmızı kvadrat, ən nazik, qırmızı düz bucaqlı, uzun, sütun kimi olan. Sonra nə deyir? Mövcud komandalara baxın. Mövcud komandalara baxanda tip section'a baxın. Düzdür, mövcud komandaların adlarını biz harada görürük? Team section, bax, buradır. Bax, bu qırmızı kvadrat. Baxın, team section. Aşağıda yazılıb, ondan haranı göstər. Bax, bu paneli. Bu panel. Komandalar burada olacaq. Baxın, yəni komandanın birini biz burada görürük. Team regional. Sonra nə soruşur? Açar sözlərdən istifadə edərək elementi axtarın. Elementi nə ilə axtarın? Search box, axtarış qutusu ilə. Search box haradaydı bizdə? Axtarış qutusu. Baxın, yuxarı paneldə görürsünüz, bax, burada nə var? Demək, bu pay işarəsi var. Bax, bu sizin suallardan biridir. Search box. Axtarış panelində filan bilmirəm nəyi orada deyir, axtarın. Əsas imtihanda da var, sınaqda bilmirəm var yoxsa yox, əsas imtihanda var. Axtarış sahəsi. Bəli. Diagnostikdə yox. Diagnostika yoxsa əsas imtihandadır onda. Axtarış panelindən deyəcək filan nə bilib, nəyisə axtarın. Açar sözdən istifadə edərək elementi axtarın. Haradadır? Search boxda axtarış qutusu. Axtarış qutusu da budur, bax, burada. Gəlin mən o sizə realda da göstərim. Bu hissəni görürsünüz, post yazılır. Bax burada, görürsünüz. Məsələn, tutalım burada nə yazım? Deyək ki, insan adı yaza bilərəm, fayllar yaza bilərəm, komanda, kanal adı yaza bilərəm. Ünsiyyət yazın, değil mi? Təranə İbrahimova, məsələn, tutalım bunu axtarım, tapdım. Baxın, artıq tapdım. Və bu şəxslə çata keçdi birbaşa. Təranə İbrahimova. Aydındır. Yəni, axtarış hissəsi, bax, bu hissədədir. Burada deyəsən belə bir sual var. İnsanları, faylları, komandaları axtarmaq üçün şəkildə gələcək, hara müraciət etməli. Orada da simulyativdir. Yəni, tapşırıq bu şəkildədir, panel şəklindədir. Bax, burada gördüyümüz kimi.
Command Search Box. Bax, burada üzərində tıklaya bilərsiniz. Buyurun istəmə. Sonra komanda və üzvlər. Yenə də gördüyünüz bax bu panel, bax bu şəkillərin hamısı sizdə orada demək vəsaitinizdə də var, elektron vəsaitdə də var, birbaşa səhifənin özündə. Yəni Skillbox səhifəsinin, beynəlxalq ICT imtahan səhifəsində, orada view hissəsində təlim materialları var. İngilis dilində də, rus dilində də çevirə bilirsiniz. Səhv etmirəmsə, yoxsa ingilis dilində də çevrilir. Azərbaycan dilində çevrilir. Amma çox rahat şəkildə diqqətlə baxdıqda orada görsənir. Demək olar, bütün sualların cavabları o failin içərisində də var. Mən çalışacağım növbəti günlərdə həmin faili də açım sizə, başa səhifənin üzərində. Yəni orada da elə şeylər var ki, burada yoxdur, amma orada var. Oradakıların hamısı da imtahanda var. Daha sadə dildə desək. Müəllimə göndərin, zəhmət olmasın. O məndə deyil, o hamınızın səhifənizdə var. Hamınızın səhifənizdə var. Gedək mən buradan deyim də sizə. Səhifəsindən daxil olmuşdu. Biri açıq qalıb, yoxsa bağlı. Elnarə Eyyubova. Çıxdıq deyil. Elnarə Eyyubova kimin müdavimi idi? Siz mənə göndərmişdiniz onun. Sevinç mənə, sizin idi elə? İki nəfər atmışsınız, amma gəlin elə bunun üzərindən gedək. Çünki bunun orada yarımçı hissədə var. 5 dənə də oradan suala baxalım. Neçə idi onun üksi? Elnarə Kimova. O 867 3 660 1867 660 düzdür? 1867 660 Ha? Vəsait sizdə burada hardadır? Şəxsi səhifənizə girəndə gitmədim. Son vaxtlar neysə bu səhifədə belə problem var. Bir də görsən 10 dəfə, 15 dəfə yazırsan, sonra gəlir. Aygün müəllimə, sizə bizim öz müəllimimizə müraciət eləmişdik ki, bu ikinci şansa girməmişdən əvvəl bizə bir sınaq təşkil olunsa yaxşı olmazdı mı? O dedi ki, 3 şansınızı işləmişsiniz o birinci şansda girəndə. Yəni, olsa yaxşı olmazdı mı ki, yəni təşkil oluna bilərmi ki, bir dəfə bu girməmişdən əvvəl elə öz səhifələrimizə gələrdi, bir dəfə işləyərdik, keçərdik. O beynəlxalq sistemdir. Beynəlxalq şəkildə idarə olunur. Biz ona heç nə deyə bilmirik. Heç kəs ona ölkə rəhbəri belə müdaxilə edə biləcəyi bir sistem deyil. Beynəlxalqdır. Yəni orada sistem necə qurulubsa, onu Azərbaycandan olan hər hansısa bir Aygün Cəfərova dəyişə bilməz. Aydındır. Bu bizim səlahiyyətimizdə, bizim gücümüzdə deyil. Müəllimə, onda zəhmət olmasa, müəllimə, o bugünkü izah göndərmişdiniz. Onu kimi bir düşəcək imtahana ki, nələr düşəcək, bax onun izahını göndərin, biz çoxlu baxaq o izaha.
Mən sizə 2 dənə video göndərmişəm, düzdür? Videoda da izah elədikdə orada da deyirəm ki, burada budur, orada da bu ola bilər. Burada bunu soruşur, orada onu soruşa bilər. Diqqətlə baxırsınız videoya. Bəli, indi Özünüzdə bir dənə dəftər götürürsünüz, bir 40 vərəqli dəftər. Mənim izahlarımı pauza eləyək, dinləyin, yazın, dinləyin, yazın. Yazmısınız, bu 20 dəqiqəlik videonu izləmişsiniz və yazmışsınız. Heç nə olmaz. Vərəqi doldurmuşsunuz. Dəftər doldu, ikinci bir dəftər götür. Bir də yazın, bir də yazın, bir də yazın. Bir də görəcəksiniz ki, artıq sizdə avtomatik gedir hər şey. Avtomatlaşdı. Aydındır mı? Bir də vaxta qənaət. Bir də vaxta qənaət. Düşünün ki, o testləri özünüz işləyirsiniz. Orada mən elə deyən kimi siz məndən qabaq çalışın, tez orada cavabı deyin özünüz. Avtomatlaşdırın özünüzdə. İtkinizdə, beyninizdə, təfəkkürünüzdə və əlinizdə. Açılmır. Əsas imtahandan suallar əlinizdə olsaydı, əsas imtahandan da izah verərdiniz də zəhmət olmasa. Sınavı deyirəm də mən elə sizə. Əsas imtahandan deyirəm mən sizə. Əsas imtahandan mən sizə birbaşa sistemdən göstərə bilirəm də, buralardan göstərə bilirəm. Əsas imtahan bizim də hardan alaq ki, biz əsas imtahan açan verəm. John S. Notebook'unda Teams proqramının pulsuz versiyasını quraşdırıb və profil şəklini əlavə edib. Görək burada nə deyir? İndi o komandasını istifadə etməyə hazırdır. Ona görə də növbəti addımlar üçün sizdən məsləhət istəyir. App Teams bölməsinə komanda yarada və ora həmkarlarınızı əlavə edə bilərsiniz. Orada belə bir şey var. Komanda yaradın və ora demək şəxs əlavə edin. Komanda yaradın dedikdə bir dənə sualınız, bax, deyirsə əsas imtahan budur, bax, görürsünüz aşağıda. Join or create a team. Deyəcək orada komanda yaradın. Üzərində vurursunuz, bir dəfə tık edirsiniz, filan adda komanda yaradın. Orada ad özü gələcək, tık vurursunuz, düşəcək ora. Sonra növbəti sual belə bir sual ola bilər ki, bu komandaya filan, deyək ki, iştirakçıları əlavə edin. Yenə vurursunuz üzərinə, adam əlavə edin. Bir dənə tək adam şəkli, sağ yuxarı çiynində plus işarəsi olan işarəni vuracaqsınız. Adam əlavə et düyməsini vuranda orada adlar gəlir. Tık vurursunuz üstə, ad oturur yerinə, ondan sonra yaşılıq və təsdiq. Bu şəkildə. Sonra baxın, burada da görürsünüz. John or Great Team. Bax, burada vurursunuz. John or Great Team. Bu açılır. Great Team üzərində bax, bu göy panelin vurursunuz, tıklayırsınız. Ad gəlir, vurursunuz, düşəcək bura. Və salın, təsdiqləyirsiniz. Sonra bir də belə bir sual var. Komanda adı və təsvir salin təfərrüatları daxil edirsiniz. Kompüter komanda əlavə etməyə başlaya bilərsiniz. Baxın. Komandaya komanda üzvlərini əlavə edirsiniz. Deyək ki, belə adlar gələcək. Üzərində vurursunuz, tık vurursunuz. Bax, görürsünüz, adam şəkli. Üzərində vurursunuz, şəxs əlavə edin. Sonra burada ad çıxanda tık vurursunuz, düşəcək bu yuxarı. Yuxarı düşəndən sonra ər düyməsini vuracaqsınız, yaşılıq yanacaq, sonra təsdiqləyirsiniz. Burada da görürsünüz, add member, yeni üzv əlavə edin. Bax, bu sual kimidir? Sual verən ki, əsas imtahandan bizə deyin. Bax, əsas imtahanın sualıdır, deyirəm. Deyəcək Team regional bölməsinə, kanalına, komandasına şəxs əlavə edin, iştirakçı əlavə edin. Team regionalın 3 nöqtəsini vurdu. Adam şəkli olan, çiynində plus olan adam əlavə etməkdir. Add member vurdu. Add memberini vurandan sonra orada ad gələcəkdir. Ad gəldikdə də adın üstə vuracaqsınız, düşəcək ora. Add düyməsini vurursunuz, adıdır. Belə bir söz gələcək, göy düymə. Üzərində add yazılır, adıdır. Tık vurursunuz, təsdiqləyirsiniz. Sonra bir sualınız da belədir ki, Team regional bölməsinə kanal əlavə edin. Filan adda kanal. O zaman burada baxın, add channel. Kanal channeldir. Adam memberdir. İştirakçı memberdir. İştirakçı əlavə et, add member. Kanal əlavə et, add channel. Kanal əlavə etdə 4 bucaq aşağı sağ küncündə plusdur. İştirakçı əlavə et, adam sağ çiynində plusdur. Yaxşı, simgələr də yadınızda saxlasanız, qəşəng yazacağım.
Sonra orada bir də belə bir sual varsa bilmirəmsə, deyir Team regional komandasının demək tənzimləmələrinə nəsə belə bir şey deyir. Tənzimləmələrinə baxın. O da manage teamdədir. Bu təkərə işarəsi, bu gün işarəsi kimi işarə ki var. Tənzimləmə, ayarlar. Bu işarə sizə mobil telefonlarınızda da tanışdır. Düzdür, parametrlər işarəsidir. Bax bu simgə, və buradakı simgələrin əksəriyyəti demək olar ki, elə hamısı beynəlxalq işarələrdir bu simgələr. Hamısı. Yapon dilində olsa da, Alman dilində olsa da, Amerikan dilində də olsa eyni bir şeydir. Yəni bu simgələrin şəklini biz tanıyırıqsa, yəni ehtiyac yoxdur heç qarşısını oxumağa. Məsələn, əgər biz karandaş işarəsi görürüksə, demək bu komandanın adında dəyişiklik yaparmaq üçündür. Timeli regionalı eləyəcəm, nə bilim, Timeli şəhər, Timeli kənd, nə bilim nə. Aydındırmı? Karandaş nədir? Edit tim. Yəni burada əgər deyirsə komandanın adını dəyişin, siz bir karandaş axtarsanız, yəni yetərlidir. Qarşısını oxuyub görəsən edit tim bu mu olar? Bir dənə karandaş var da. Karandaş harda varsa bu edit deməkdir. Dəyişiklik deməkdir. Linki köçür deyiriksə, zəncir işarəsi axtarırıq. Share, paylaş deyiriksə, əyri ox işarəsi axtarırıq. Share sözünü axtarırıq. Sil deyiriksə, zibil qutusunu axtarırıq. Yəni bu çox rahatdır. Simgələri bir-biriniz heç bir çətinlik yoxdur. Burada da görürsünüz, Timel regional komandasına deyir, şəxs əlavə edir, iştirakçı əlavə edir. Admin bəni vurdunuz, John'un adı gəldi, John sözünün üzərində vurdunuz, bir də add düyməsi çıxacaq sağ tərəfdə, göy rəngdə. Add düyməsini vurursunuz, artıq təsdiqləyirsiniz. Görürsünüz, burada admin bədən artıq iştirakçılar əlavə olunur. And, Kim, Max. Sonra burada fikirlər təkrardır. Kanalın əlavə edilməsi. İstəyirsiniz bunu saxlayaq sabaha. Kanalların əlavə edilməsi. Bayaq qeyd etdiyim hissədən olur, amma orada bu dəfə add channel düyməsini vuracaqsınız. Misal üçün, burada biz deyək ki, add membərini vururduq. Burada artıq kanal əlavə etdə add channel düyməsini vuracaqsınız. Sonra filan adda kanal adlandır deyir. Kanalın adının üzərində vurursunuz. Ad avtomatikdə əllə yazmırsınız, düşəcək ora. Yaşılıqla təsdiqləyirsiniz. Rəssam. Aydındır. Bir dənə də suala baxaq müəllimlər. Sınaq suallarına. Yoxsa yorulmuşsunuz mu? Nə düşünürsünüz? Sabaha qalsın. Sabaha qalsın. Tamam. Müəllimlər də yorğundur. İşdən gücdən gələnlər var. O zaman saxlayırıq. İmtahanın vaxtı Bəli. dəqiqləşir. Nə vaxt olmalı? İmtahan nə vaxt olmalı?